Salam əziz dəyərli izləyicilər. Bugün sizə Əqrəb bürcünü təqdim edirəm əzizlərim. Əziz, gözəl Əqrəblər, çox diqqətli olun. Çünki gizli nələr varsa ortaya çıxa biləcək. Sənə olan xəyanətlər, yalanlar, bunlar yavaş-yavaş ortaya çıxa biləcək. Maddiyyatla tələsmə. Bax, əziz Əqrəb, sənin üzərində göz, nəfis, arxanca edilən bir şeylər, bunları hamısını yavaş-yavaş görə biləcəksən. Biraz diqqətli ol. Öz qırğınlığın, içində qırğınlığın var, üzr istəyirəm. O qırğınlığı böyütməsən, sənin xeyri ola biləcək. Çalış 15 gün biraz rahat olasan. Zehnindən o qırğınlığı atmasan, içində saxlasan, böyütsən, sıxıntıların böyüyə bilər. Bax, biraz çox həssassan. Bəzi şeyləri üzüb quyruğuna gəldiyin məsələlər var. Əzmlisən, güclüsən, başarıqlısan. Çox gözəl olacaq. Hədəflərin çox gözəl olacaq. Önün yavaş-yavaş açılır. Birinə elə bir könülsüz, ilgisiz bir sevgi var ortada, elə bir. Sən bu sevgini elə bir yönəldirsən. Çox yoruldun birisindən. Həyatıma dəstək verənlər ola biləcək. Bax, vaqon yoluyla bir yerə getmək niyyətim var, ya uzaq şəhərə, uzaq ölkəyə mi getmək fikrim var. Bəzi şeylər təsadüf ola bilər. İçini bəzən yeyirsən. İçinə atdıqların, göz yaşların oldu əziz Əqrəb. Hak etdiyin yerdə olmadığın üçün biraz gözyaşların oldu. Ətrafındakilərdən bəzilərindən çox yoruldun. Kiçik bir məkan yerə getmək istəyəcəksən. Amma sənin qiymətini bilənlər səni baş tacı edəcəklər. Tamamlanmayan şeylər var, düşünürsən. Doğru yolda güclənəcəksən. Tərəzi kimi hər şeyi balansda tutmaq istəyirsən. Hər kəsin soruşanların hər sualına cavab vermək istəməyəcəksən. Bir güvənsizlik var içində. Bəlkə də bu sənə uşaqlıq illərindən bağlı olan bir şeydir. Ailə içərisində o qədər sənə deyiblər, edə bilməzsən, başara bilməzsən, sən beləsən, sən hələsən. Sənin enerjini bastırmışlar, blokləmişlər. Bəzən güvənsiz kimi hiss etmirsən özünü. Amma o bütün blokları özün qıracaqsan. Zehninlə, bacarığınla. Biriləri sənin də arxanca tez-tez danışır. Çalış bu aralar riskə girmə. Biriləri sənin irəli getməyinə mane ola bilər. Səndə elə bir boynu var, bir cavabdehlik kimi götürmüsən. Elə bir öz üzərinə götürmüsən o cavabdehliyi. Sənin elə bir missiyan var. Öncə, yəni atam, anamın ailəsi əgər ayrısansa, birinci ailəm, birinci sevdiklərim, birinci dostlarım, birinci həyatlarını onların düzəmə qoyum, uşaqlarımı, ata evimi, qardaş bacılarımı, amma özünü geridə qoyursan. Mən başaracam deyirsən. Amma həyatın əsası, önəmlisi sənsən, Əqrəb. Uzaq yolun var. Ya birinin uzaq yolu var, gəlmək istəyir. Sənə tərəf gəlmək istəyir. Gedim, getməyim. İki yol arasında qalıb. Artıq sən o insana deyəcəksən, istər gəl, istər gəlmə. Təkliflərin ola biləcək, bəzi təklifləri qəbul etməyəcəksən. Önün, bəxtin açılır yavaş-yavaş, seçim edəcəksən, çətinliklər çəkirsən biraz. Bir nigaha girmə ola biləcək və tarix qoyula biləcək. İşlərin yolunda yavaş-yavaş düşməyə başlayacaq. Telefon zəngi çala bilər sənə. Dostundur, yaxınındır, sevgilindir, sənə tez-tez zəngləyə bilər, inadından açmaya bilərsən. Dərin bir nöqtə var. Ətrafında nazik xətlər yayılır. Bu sənin bürcünün özüdür. Sən dərinliyə baxan, səthi keçib altından enən yeganə bürcsən. Bu həftə dərinlik daha da güclüdür sənin üçün. Hər şeyin altında həqiqəti görəcəksən, əzizim. Fincanın sağ tərəfində kiçik parlaq demək olar ki, gizlənmiş bir nöqtə. Bu sir deməkdir. Bir şey gizli qalır bu həftə. Amma sən Əqrəb üçün gizli qalan heç nə uzun müddət gizli qalmır. Bu sir sənin tərəfindən açılmalıdır əzizim. Ya da açılacaq. Biraz diqqətli, səbirli ol əzizim.
Elə bir ayları, günləri iplə çəkirsən. Biriləri sənə tabe ola biləcək. O insanın inadını qıra biləcəksən. Toparlanırsan, ailə birliyi, bərabərliyi ola biləcək, ailə səadəti ola biləcək, ailənlə güclənəcəksən, yıxmağı bacarmayacaqlar. Boşu-boşuna üzülmə əzizim. Onu bilirsən ki, kim nə əkər, onu biçər. Əqrəb, çox gözəl bir atalar sözünü bildirirsən elə bir. Birilərini balansda saxlayacaqsan, hesablı hərəkət edəcəksən, iqtisadçılıq aparacaqsan. Yəni maddiyatı da biraz çox xərcləmə əzizim. Sənin pulunu sayan var, simic biriləri var evdə. Ya hara xərclədin, niyə xərclədin, bəzi şərtlər deyir. Bir yüksəlmən ola biləcək, çevrəvi dəyişdirə biləcəksən, baxış acın genişlənəcək. Hər kəslə sən əqrəb dost ola bilmirsən, yoldaş ola bilmirsən. Çox ailəyə bağlısan, ortaq nöqtələrdə qalmamış bir yollar var ki, sizi ayıra bilər birindən. Həyatına girən, gələn, gedən, zərbə vuran olmuş həyatında. Maddiyyat itkiləri olmuş, xərclərin olmuş, lazımsız insanlar üçün xərclər tökmüsən. Doğru insanı tapdım deyəcəksən, sevinəcəksən. Doğru insan yəni tapıb qarşıva alırsan və onunla bir sevgi həyatı apara baxırsan ki, bu da doğru insan deyilmiş. Yenə yanıldım mən. Sanki bir boşluqda hiss edəcəksən özünü. Bir sevgi içində boşluq görürəm, ona görə əzizim. Ateliye kimi bir yer, salon kimi bir yer açmaq fikrindəsən və ya açmısan və ya orada işləyirsən, yavaş-yavaş irəli gedəcəksən, amma sənin ayağını çəkən altını dartanlar da var əzizim. Yüklü bir həftədəsən elə bir. Çox aktiv olacaqsan. Küllərindən yenidən doğula bilərsən. Həyatında bir şey bitir, bir şey yəni bir şey də başlaya biləcək. Başqa bir şey də başlayır. Bu keçidi qorxu ilə qarşılama. Əziz əqrəb, dünyanın ən güclü transformasiya bürcündənsən. Sən doğrudan da küldən doğulan quş kimisən. Hər dəfə bir şeye yandıqda sən daha da güclü olursan, daha da güclü çıxırsan o işlərdən. İçində güclü bir his var, qəzəb var, qısqanclıq var, dərin bir istək var. Bu hissləri boğma, onları tanı. Onlar sənə nəyin dəyişməli olduğunu göstərəcək. Lakin bir xəbərdarlıq. Yəni sənin intensiv hisslərin altında bir qısas, bir intriqa, bir manipulyasiya kimi addımlardan çalış, uzaq dur bu həftə. Gücünü ən yaxşı şəkildə sakit gözləməklə, düzgün vaxt gözlə. Hərəkət etməklə göstərəcəksən. Ani reaksiyadan yox əzizim. Səndə biraz əsəb var, səndə biraz tez canlılıq var, tez çıxırsan, hər şey tez olsun istəyirsən bəzilərinizdə. Hisslərini diqqətlə dinlə. Ya çərşənbə axşamı, ya cümə günü bəzilərinizin qarşısına həqiqət çıxacaq. Uzun zamandır şübhələndiyin, amma subutu olmayan bir şey bu həftə bir subut gəlir. Bəlkə də bir söz, bəlkə də bir hərəkət, bəlkə də bir təsadüf. O an sən nə hiss edəcəksən, bax. Yəni bu şübhələr səni allatmayacaq, intuisiyan səni allatmır. Amma diqqət et, bu həqiqəti öyrəndikdən sonra dərhal hərəkətə keçmə. Sən əqrəb, onsuz plan etməyi sevirsən. Bu həftə də plan qur, amma sakit. Tələsik addım sənin gücünü itirəcək. Bax, əziz əqrəb, onu bil. Kimsə sənin gücündən qorxur əzizim. O insan bunu açıq söyləmir. Amma davranışında görünəcək. Sənə qarşı biraz ehtiyatlı, biraz elə bir distansiya saxlayacaq səninlə aranda. Bu sənin enerjinin, gücünün təsdiqidir. Onu unutma. Yuxuları bax mesajlarla gələ biləcək. Bəzən o qədər zehnin dolu olur ki, o yuxuları görmək istəyirsən, o mesajları əldə etmək istəyirsən, amma zehnin dolu yatdığına görə sən səhər duran kimi yuxuların yadından çıxır. Qartala bənzər bir quş
Çünki sən hər addımı hesablayırsan. İş yerində uzun zamandır planladığın bir hərəkət üçün vaxt yetişir. Sən bunu hiss edəcəksən, hər şey öz yerinə düşəcək. İş həyatında ən böyük güc əzmkarlıqdır. Sən bir şeyi tam diqqət verəndə heç nə səni dayandıra bilmir. Bu həftə həmin fokusu istifadə et, bir hədəf seç, ona tam diqqət et əzizim. Yəni diqqət ver. İş yerində də bir addım sənin əleyhinə gizli bir hərəkət edə bilər. Sən əqrəb çox tez hiss edirsən hər bir şeyi, hər şeyi də tez görürsən. Səni görünməz belə düşünsələr də sən çox şeyi bilirsən. Açıq müharibəyə girmə, sənə məsləhət vermirəm. Sakit qal. Sübut topla. Doğru vaxtı gözlə. Lazımlı addım at yenə əzizim. Maddiyyatla bu həftə unudulmuş bir maddiyyat ola bilər, üzə çıxa bilər. Köhnə bəlkə də bir borcun var, unutmusan. Bir də sənət işlərin varsa, sənət işləri dəqiq, yəni diqqətli ol onlara qarşı. Əqrəb sevgidə dünyanın ən dərin, ən tutqun bürcüdür, inanın. Sən yarı sevmirsən. Sən sevəndə əqrəb tam sevirsən. Ya da heç sevmirsən əziz əqrəb. Bu sevgi də başqalarını qorxudur. Sən əsl bağ quranda o bağ ömürlük olur sənin üçün. Bu da sevgi də sənin sınağındır əzizim. Yəni hər kəs səni sevən kimi sevə bilməz. Düzdür, bəziləri əqrəbi pisləyir, əqrəb vay, əqrəbin sevgisindən qaçın, əqrəb belə qorxuludur, əqrəb belə intiqamlıdır. Yox, əqrəb bilirsiniz nə vaxt intiqamlıdır, quyruğunu basdalama. Əqrəb bilirsiniz nə vaxt qalxır, qabığından çıxır, nə vaxt sizə öz müharibəsini göstərə bilər. O vaxt ki, siz ona qarşı haqsız olarsınız. Aranızda bir gərginlik yarana bilər qarşı tərəflə, həyat yoldaşından, sevgilindən, sevdiyin insandan. Bir qısqanclıq, bir etibarsızlıq hissi, ya köhnə bir şübhə. Bu hissləri içinə yığma, açıq danış. Əqrəb susanda daha çox zəhər yığır. Amma danışanda şəfa tapır əziz əqrəb, inciməyin. Yəni hiss etdiyimi, gördüyümü sizə bildirirəm əzizim. İçində elə bir maqnetik bir şeylər var gizlədilmiş. İnsanlar səndə bir sir görür, anlamaq istəyir. Çərşənbə axşamı, şənbə günü güclü bir cazibədicilik bir şeylər yaşaya bilərsən, amma tez güvənmə. Əgər tanımaq üçün vaxt tələb edirsənsə, bu sənin gücündür, zəifliyin deyildir. Kimsə sənin əgər teksənsə əqrəb, sənin qarşıva kimsə biriləri çıxa bilər, tanış ola bilərsən. Bu həftə keçmişdən bir münasibət ya bir insan yenidən üzə çıxa bilər. Köhnə yaraları aça bilər. Biraz da ehtiyatı saxla ginən, yəni ehtiyatlı qoru ginən əziz əqrəb, yəni ehtiyatlı ol. Əqrəb üçün ailə sadəcə qan bağı deyil, ruhi bir bağdır. Bu həftə ailə içindən köhnə dərin bir mövzu yenidən gündəmə gələ bilər. Hər bir mövzudan sən əqrəb qaçmayacaqsan. Qarşına çıxan hər çətin söhbətlərdən üzbəüz durursan, yəni qaçmırsan. Çünki sən özünə güvənirsən, sən özünə inanırsan. Ya atan, ya anan sənə bir etiraf edə bilər. Bəlkə də köhnə bir səhvidir, köhnə bir qərarıdır, mühakimə etmə, dinlə. Bu etiraf sizi daha da yaxınlaşdıracaq. Qardaş bacıyla əlaqəli bir rəqabət hissi yenidən üzə çıxa bilər bəzilərinizdə. Evli olanlar bu həftə yəni ev içi etibarı mövzusu önə çıxır, açıq ol, sir saxlama. Yəni evdə olan bir sir bir zəhərə çevrilə bilər. Yəni o sirri saxlamayın, içinizdə sir varsa. Sənin əqrəb deyirsən ki, 100 tanışım olunca bir əsl dost dəyərlidir mənim üçün. Əsl dostun sənə bir sirrini aça bilər, bir etibar, böyük bir hədiyyədir. Onu qoru.
Lakin sosial çevrəndən bu həftə bir insan sənin haqqında dedikodu edə bilər. Bunu hiss edəcəksən. Müdafiəyə keçmə, izah etməyə çalışma. Sakitlikdə dur. Ən güclü cavab budur. Yəni sənin günahın yoxdursa orada sənin haqqında nahaq yerə danışırlarsa qoy danışsınlar. Bir xəbər gələ biləcək, bir köhnə işindənmi, bir məsələnlə əlaqəlimi, ya mirasla əlaqəli bir xəbər ola bilər. Amma tələsmə. Bax bu həftə sənə sakitlik gəlir. Qonşuluqda da bir gərginliklər ola bilər. Sən də çalış sakit ol, heç nəyə fikir vermə. Övladın varsa övladı bu həftə ona biraz şəffaf ol, hər şeyi gizlətmə, hər şeyi kontrol etməklə. Uşağın bu həftə bəlkə də sirri var, ürəyin aça bilər, sənə deyə bilmir, bəlkə də ona bir güvən verginə, bir güvən mühiti yaratdığına mühakimə etməyəcəyini hiss etdir ona. Dərslərində diqqət dağınıqlığı ola bilər, övladında bəlkə də bax sınağa hazırlaşır, imtahana hazırlaşır, amma dağınıq var, biraz ona yol göstər. Yeniyetmə uşaqlarında biraz problemlər yarana bilər, biraz sənə qarşı əsəbi ola bilər, danışığında, biraz ifadələrində səndən belə bağıra danışa bilər, sən də altdan al, sakit-sakit onu başa sala bilərsən. Bax, bir şeyi buraxmaq istəyirsən, içindən buraxmaq istəyirsən, unutmaq istəyirsən, çərşənbə axşamı gecəsi bir kağıza yaz yenə. Ya bir qəzəbin varsa, ya köhnə yaran varsa, sonra kağızı yandır. Külünü pəncərədən uzaqlaşdır, qapıdan yox, pəncərədən at çölə. Bu sənin elə bir ki, ən içində olan yəni qəzəbi sakit eləyəcək. Bax, əzizim, sənin qoruyucu daşın, deyərdim ki, turmalin daşıdır, qara turmalin. Bu aksesuar daşı kimi qoruyucu, sən sunkunda da gəzdirə bilərsən, cibində də gəzdirə bilərsən, yəni özünlə gəzdirə bilərsən, əzizim. Şənbə gündə biraz tək qalıb, biraz dərindən düşünəcəksən, biraz götür qoy eləyəcəksən, əzizim. Yavaş-yavaş özünə gələcəksən, əzizim. İşıq gələn tərəfə gedirsən, əzizim. Sevgidə çalış, açıq danışıq apar gələn. Ailədə köhnə mövzulardan qaçma gələn. Dedikoduda sakitçi ilə cavab ver gələn. Uşaqlarınla şəffaf ol gələn. Yenə də deyirəm ki, enerjin güclənmək üçün tünd qırmızı, yəni qara rəngdə də olar, tünd qırmızı rəngdə də bir daş enerjini gücləndirsin, əzizim. Çalış biraz diqqətli, bir də səbirli ol. Diqqətinə görə sağ ol, var ol, əzizlərim.